Deyir, ad boy verdi. Ad boy verməmiş, ad boy ver. Ay bacı, saymır, sayma. Lazım olanda da ona bir dənə elə sığal çəkirsən ki, 3 gün səndən danışır. İyin gəlir, məndən öl canı uçsun, betər günə qalasa, iyim ömür boyu səndən gələcək. İyin gəlir, heç ki bir dənə sığal atırsan ona 2 gün danışır. 2 gün onun gözünün qabağına gəlir ki, Zuzuşka mənə sığal çəkmişdi. 2 gün danışır bundan. Beynin xarab eləyirsən, ondan sonra da saymırsan onu. 2 gündə qəşən statuslar qoydu, dəli eləyirsən onu. Az Zuzuşkaya demək olar şortiklə video paylaşmaq. Az Zuzu istəyir ki, kupaniklə paylaşmaq. Saçım xarab olur. Mənə heç kim qadağa qoya bilməz. Falan şeyi, mən heç nə, o cür mənim anam var. O cür qurban olaram anama. Yola getmirəm, benim zəhləm gedir vəbşə ondan. Onun da məndən zəhləsi gedir. Yola getmirik də, məni incidir, mənə dağ çəkir. Baba, belə bir dənə dağı çəkib, bir dənə belə dağ çəkir. Amma o mənim nəfəsimdir, ondan qidalanıram, nəfəs alıram. Zəhləmiz gedir bir-birimizdə. Mən anamın sözünə baxmamışamsa, mən heç kimin sözünə baxmıram. Dünənləri mənə dedi, futbolka əlində tuvaletin ağzında dayandı ki, bunu giyin. Giymədim ki, getdim. Mən indi anamın üstündən hansısa bir dənə oğlanın sözü ilə Zuzu, get əynimi deyiş. Zuzunun dalda bagajda bir dənə koftası var ki, bu koftanın qabağı var, dalı yoxdursa, o kofta ümumiyyətcə yoxdur. Gedib onu dalda qapıları bağlayıb, əynini deyişib çıxacaq. Sən niyə? Elgün, kitab cümlələrinə danışırıq və mədəni olmaq lazımdır. Canım Elgün, şirin Elgün, mənim səhifəmin qoruyucu mələyi, dəyərli insan, dəyərli söz ustadı, şirin. Neyindir sana da? Nə var, nə yox? Hə, uşaqlar, yəni belə, mən bu həyatda qulaq astığım insan, o ola bilər ki, mənim həyat yoldaşım. Mən də həyat yoldaşım o vaxtı mənə fındıq qoymadığına görə mən heç bir oğlanın sözü ilə heç vaxtı oturub durmayacağam. Mən yasamal məhkəməsindən çıxanda özümə and düşdüm ki, heç bir oğlanın sözü ilə həyatı boyu oturub durmayacağam. Oturub duracağam necə? Oğlan mənə deyər ki, məsəl üçün, orada 10 dənə oğlan var, 3 dənə qız var, getmə ora. O başqa. Amma bunu giyməyəcəksən, bunu ki, mən sən həyatında olanda sən bunu geyinə bilmərsən, başım xarab olur. Deyirəm, ay Allah, qış vaxtıdır, mən necə kupanik geyinim? Elə bil o deyir, mən ancaq onu düşünürəm. Ki, mən kupanikə geyinsəm, çıxsam bayra, bu millət, bu xalq mənə necə baxar? Bax, mən onu düşünürəm də. Bu da elə bilir ki, mən peşmanam, başlasam, onun üzrə baxıram. Yəni, bu hadisə bir dəfə baş verib, danışıb, demişəm, qurban olasan ki, ağaçlar əsir, cəmaatda paltodadır. Paltonun da üstündə palto giyinib, yoxsa kupaniklərimi giyinib düşərəm küçələrə. Mənlik deyir, mənim başım götürmür. Sən məni elə insanlar var ki, onlardan qoruya bilərsən ki, Zuzu, bu belədir, məsləhət ver mənə. Mənə belə eləmə, xoşlamıram. Mən bugünkü günə o cür mən anamı qulaq asmıramsa, gedirəm, düşürəm quyunun içinə, belə quyunun içinə düşürəm. O quyunun içində bir ışıq yolu da yoxdur. Oranı cırmaq eləyə, qalxıram, tarapıltı ilə düşürəm, qalxıram, düşürəm, özüm qalxıram oranı. Mən anama qulaq asmıram. Sən mənim anamın yanında kimsən ki? Nə ola bilərsən ki, elə bir dəyərli bir insan ola bilərsən ki, mən anamı qulaq asmıram. Bu pis bir şey deyil, mən tərbiyəli şeydən danışmıram. Yəni, sizə öyüd şey kimi belə, necə deyim, fəxrlə danışmıram. Yəni, bu mənim xasiyyətimdir də, uşaqlıqdan belə olmuşam. Ona görə elə bugünə qalmışam. Anama qulaq asmamışamsa, sənə ümumiyyətcə qulaq asmayacaq. Sənə bir kişi kimi hörmət eləyə bilərəm. Mən məsələn, çox açıq-saçıq geyinmişəm də. Ailə qurandan sonra yoldaşımın xasiyyəti başqa cür idi. Mən bütün paltarlarımı götürdüm, hamısını anamın evinə qoydum. Nə olsun? Hansı dəyəri qoydular mənə? 2 dənə uşaqla küçə iti olur, doğur uşaqlarını atırlar bayra. Uca lazım olmur da. Uşaq doğandan sonra elə yer var ki, elə ailələr var ki, heyvan alırlar. O başlayır doğmağa, götüb atırlar bayra ki, bu uşağı çox doğdu. Mən küçə iti kimi ki, uşaqla atdılar bayra. Mənə dəyər verdilər? Yox. Uşaqlarıma dəyər veriblər? Yox. Bu vaxta qədər eşitmişsiniz, mənim oğlum məktəb vaxtı, sentyabr ayında
Onun o birisi tərəf onu bir dəfə götürüb binəyə, sədrəyə aparıb ki, gəl hər evizə 100 manatlıq məktəb şeyi alım. Bu tikəyə and olsun, bu bərəkətə and olsun. Həyatı boyu ola bilməz. Heç vaxt ola bilməz. Mümkün deyil. O şeyi mən görməmişəm. Hansı oğlana hörmət eləyim indi mən? Kimə inanım? Sağ salamat. Hansı oğlana dəyər verim? Bugünkü günü əgər öz belindən gələn üçün əlləşib vuruşmursansa, bu daşı ora aparıb atıb, bitki uşaqla çörəyi eləmirsənsə, mən hansı oğlana inanmaz? Heç kimə. Heç kimə. Mən özüm haqqında danışıram, mən opuş danışmıram. Opuş danışanda danışıram. Sən bilmirəm, har ondan qulaq asırsan. Qulağınla qulaq as, diqqətlə başa düşəcəksən. Ona görə mənim düşüncəm mənim üçün belədir. Mən necə dəyər veriblərsə, yəni mən elə orada da qalmışam. Belə həyatımdakı insanlara dəyər də verirəm, hörmət də eləyirəm, amma mənim işimə qarışmamaq şərtilə. Mən iş güc adamıyam. Gecə saat 1-də də olur. Mənə müştəri zəng edir ki, mən indi müğənniyəm, filan restorandan çıxmışam. Mən bir dənə dodağımı eləyə bilərsən. Mən yatdığım yerdən dururam, gedirəm gecə saat 1-dir. Gecə 3-də də gəlim evə. Mənə oğlan deyə bilməz ki, gecə vaxtıdır, mən evdə oturmuşam, səndən xəbərim yoxdur. Mənə nə? Mən 70 manatımı alıb evimə gətirim. O pulu mən alıb gətirməliyəm evimə. Mənim uşaqlarımın xərclikləri var, əyni var, başı var. Mən sənin sözündən gecə saat 1-də mənim sevgilim evdədir, mən evdə oturmalıyam deyənə bir dünya yoxdur. Mən gecə vaxtı mən işimə, gücümə gedən adamım da. Kimisə sözü ilə mən evdə oturmuram. Mən ona ancaq hörmət eləyə bilərəm. Bir insan kimi xəyanət eləmirəm, başqa oğlanla danışmıram, zənglərə cavab verim, falan oğlanla danışım. Burada yayıncılar, yayıncı deyirəm, izləyici hansısa bir oğlan o qədər olub mənim nömrəmə yazıb ki, sənə falan ölkədən falan şey göndərmək istəyirəm, ad soyadımı yaz, göndəriş eləyim. O şeyləri qəbul eləmirəm, istəmirəm. Prosta ki, mənim öz işim gücüm var da, mən öz pul qazanmaq ayındayım. Gecə vaxtı mən bir də görürsən ki, çatdırılmada da oluram. Gecə 3-də də gəlim evə, 5-də də gəlim evə. Bu mənim işimdir. Neyniyim? Mən neyniyə bilərəm ki? İndi hərə bir cür yaşayır. Bu da mənim yaşayışımdır. Mənə də xoş deyil ki, yatdığım yerdən dururam. Amma min şükür də. Şükür bugünümüzə. Bir stəkanda çay içmək ciğərim yandı. Sən niyə belə çirkinsən? Az mən həyatda qəşəngəm, burada pis düşürəm, bilmirəm niyə. Elə bir adam yoxdur ki, mənə desin ki, sən həyatda çox qəşəngsən də, yəni onu deyirlər mənə. Burada çox iyi becərəm, bilmirəm niyə belə düşürəm burada. Vallahi, Allah haqqı bilmirəm. Məsələn, 3 ay yayı ümumiyyətlə mən gəzməyi xoşlayıram. Rayonda zadda oluram, akvaparkda oluram. Mənə kimsə deyə bilməz ki, oraya gedməyəcəksən də. Yəni, mən yoxam, sən də yoxsan, belə şeylə. Mən o gəzməyə getməliyəm. Özüm də istirahət eləyirəm, özüm də yazığam. Mən də insanım da, mən də istirahət eləməliyəm. Elə oturum boş-boş baxım şeyə. Sepivi göstər də. Görsədərəm indi baxarsan. Bir də yatan varsa, sən də öldürmüsən. Məsəl üçün, mən oğlan xeylağına pul vermərəm. Məni öldür, heç bir oğlana pul vermərəm. Heç vaxt. Sevgilim olmur, kim olur olsun. Mən pul verməyə xoşlamıram. Padruqalarımdır, sevgilimdir. Heç kimin mənə xeyri olmayıb bu vaxta qədər. Heç kimin. 1 manat mənə xeyirləri olmayıb. Heç kimin mənə xeyri... Mənim dostlarım mənə bir dəfə mən onların şotuna 10 manatlıq benzinlə maşın sürməmişəm. Sürmüşəmsə heç sağ salamat o maşını sürməyim. Heç vaxt. Bilirsiniz niyə? Bir qız var idi, bir qızla padruqalıq eləyirdi, 7 il idi, 5 il idi. Sonra o qızın arası dəydi, o qız mənlə padruqalıq elədi. Hər dəfə mənim maşınıma oturanda o qızdan danışırdı. Mən onun maşınına benzin vurmuşam, mən onun maşınına benzin vurmuşam. Belə ondan sonra mən dedim ki, onda da təzə almışdım maşını.
Dedim, ay Allah, sənə qurban olum. Allah heç kimə bu həyatda möhtac eləməsin də. Nə olar, insanıq da, padruqayıq. Bugünkü günün pis günümüz ola bilər. Maşınımızın benzini olmaya bilər. Uşağımızın yeməyi olmaya bilər. Çox iyrənc şeylər danışdı da, yəni onun haqqında. Çox. Uşaqları ac olub, mən ona yemək vermişəm. Sevgilisi, nə bilim, nə olub, mənim evimə gəlib. Çox artıq əksik danışırdı da. Yəni mən o insanla ağılsızlıq elədim, dostluq elədim. Sonra məni də pis günə qoydu. Məni necə pis günə qoydu? Anama zəng elədi, nələr danışdı. Çox mundar bir qadın idi da, iyrənc bir məxluqdur. Hələ də o insanla atnaşını kimlərsə yaradıram. Məndən uzaq, Allaha yaxın. Çox mırdal bir məxluqdur. Onu mən elə tüfürdüm mən ona. Dedim, yox, sənə dedim, bizə nə vaxt tüfürməliydim. Sən öz neçə illik dostluğun dalıcı danışanda. Mən bunların sifətlərini görəndən sonra bunlardan iyrənmişəm. Ona görə mən o maşınım olub, mənim 3 dənə maşınım olub da, dalbadal dəyişdirmişəm, üstünə pul qoyub dəyişmişəm. Heç bir qız Bakı şəhərində deyə bilməz ki, bezin yerinə girəndə Zuzunun maşınında olanda mən əlimi cibimə atıb ona 5 manatlıq İraq olsun. Ay Allah, Allah məni o gündən saxlasın. İraq olsun. İnsanları tanımaq olmur. Elə oğlanların yanında gedib elə şeylər danışarlar ki, biabır eləyərlər məni. Mən gələk maşınla yox, mən deyirəm, o maşını mən sürmərəm. Mən hansısa qızların şotuna o benzini vursam, heç vaxt. Heç vaxt. Çünki hamısı bir-birinin dalıca danışır. Hamısı bir-birinin. Mən insanlara inanmıram. Yo. Benzinim qutarıb küçədə anama zəng eləmişəm. Anama zəng eləmişəm, kartıma pul at. Küçədə maşınımı saxlamışam. Küçədə. 20 yanvarda maşınımı saxlayıb 1 manatlıq taksi ilə evə gəlmişəm. Anam zəngimi götürməyib 1 manat olub üstümdə. Benzinim görünmüşəm, maşın dayanır. Soxmuşam, məhləyə qoymuşam. Gəlmişəm evə, amma mən heç kimə zəng eləməmişəm ki, mənim kartıma 5 manat at. Çünki onların darıxıram deyəni onlarla atdaşəni yaradıram. Onlar hamısı apaslı insanlardılar. Onlar bu günləri sənə bunu verib, sabah 5 dənə adamın içində səni biabır eləyərlər. Ki, mən verdim, mən elədim, mən. Ən sevmədiyim şey odur ki, mən. Yəni, onlar mənə ancaq insan kimi insandılar da, məndən yüksək ola bilməzlər, nə xaraktercə, nə insanlıqca. Ona görə mən onların heç vaxtı, heç biri çıxıb, biri də ağzını açıb deyə bilməz ki, mən Zuzun maşınına benzin vurmuşam, mən Zuzuya şot vermişəm, mən Zuzuya belə padarka almışam, az 5 qatını qaytarmışam, istəmirəm. İstəmirəm, mən nəyimə lazımdır mənim padarka alsınlar, mənim üstümdə də qalsın. Yox, az. Sən Allah. Mənim bir padruqam var idi. 4 il o qızla tuvaletə bir dənə ayrı gedirdik. 4 il. 4 il biz getdik şeydə dayandıq. İcra hakimiyyətinin qabağında gecə saat 2 idi. İnsanlarda səmiyyət yoxdur. Getdik icra hakimiyyətinin yanında burada. Axşam saat 3 idi. Getdik şeydə çumun yanından kofe aldıq. Gəldik, oturduq. Mən də birinci kruzumu alanda mən yalandan göpə basmağı xoşlamıram. Bagajı açdım ki, əllərimizi yuyaq. Marojna zat yemişdik, ya ponçika almışdıq, əlbi şirəydi. Açar qaldı, elə bir ki, suyu götürəndə bagajda, açar qaldı orada. Deməmiş ki, qızlar, arxa sidenya oturacağı yoxdur. Belə eləyəndə oranı açmaq olur, mən bilmirdim. Mən də qalmışam küçədə, qabaqda da bir dənə maşında elə bir şəhərdən dalmışca gəlmişdilər, ya bizi gördülər, dayandılar, bilmirəm. Maşının ışığı yanığı idi, o biri tərəfdən bəlkə də gəlmişdilər, bizə görə, bilmirəm. Yadımda deyil. Oğlan düşdü maşından, gördüm mən küçədəyim, mən ondan qorxdum. Saat düşdü də. Dedi mənə ki, xanım, nəsə lazımdır. Dedim, vallahi maşını açarım qalıb burada da, mən kimə zəng eləyə bilərəm. Dedi, olar arxa qapını açın. Dedim, olar, buyurun. Götürdü, sidenya belə elədi, oradan açarı götürdü. Götürdüm, onu təşəkkür elədim. Telefonumun da ekran rejimi mənim ömür boyu bu vəziyyətdə olub. Baba, bu vəziyyətdə. O belə qapqara. Oğlan da mənə dedi ki, olar mənim nömrəmi götürəsiz. Mən biraz düzünü desəm, qorxdum ondan. Çox qorxdum. Çünki gecə vaxt idi, saat 3'dür. Dedim,
görür mən təkəm, özü qorxacağam. Allahın o dal bagajını aça bilmirəm. Dedim, birdən nömrəsini götürmərəm. Nəsə də bir mənə pis söz deyər, manyak olarsa. Dedim, hə, onlar nömrəvizi götürə bilərəm. Götürdüm onun nömrəsini, dedi, vızıv atarsınız mənə. Vızıv atın, nömrəni qeyd edeyim. Dedim, kontrum yoxdur. Dedi, onu da WhatsAppda yazın. Dedim, yazaram sizə. Oğlan oturdu maşına, mən oturdum maşına. Xodladım, çıxdım, getdim. Küçədə də heç kim yoxdur. Üstündən 10 gün keçdi, bir nəfər var idi, o Türkiyəyə getməli idi. Ya bilməm, hansı ölkəyə getməli idi, mən ona getməliydim o oğlanla sağollaşmağa. Oğlan xeylağı idi, mən açıq danışandım. Mənim yaxın bir insan var idi, Razinə getməli idim. Biz getdik Razinə, Dərnəgülün o körpüsü yoxdur, belə qalxırsan. Dərnəgülün körpüsündə, o da gecə saat 1-2 idi belə. Bir də orada qaranlıqdır axı, orada işıq zad yoxdur. Qaranlıqdır. Biz qalxdıq belə. Bir dənə də Range Rover gəlir biz tərəfə, gedir. Gəlir biz tərəfə, gedir. Axırda mən çöndüm belə baxdım. Kişi mənə belə elədi. Bir 40 yaşına çatmış bir kişi idi. Mənə belə elədi. Belə elədi mənə. Mənə belə elədi. Yenə qabaq, yenə dal, yenə qabaq, yenə dal. Heç yerdə də maşın yox. Bir-iki dənə də maşın toz kimi gedir belə tez-tez. Bu oğlan sonra, bu kişi sonra belə getdi. Getdi bu Oyalzad tərəfdən. Elə bir mən körpüyə düşdüm, o qıraq tərəfdən getdi. Üstündən bir gün keçdi, ya 2 gün keçdi. Heydər Parkın yanında durmuşam maşında. Yox, padrugamın sevgilisi, padrugama zəng elədim. Dedim ki, neyinirsən, necəsən? Dedi, sevgilim mənlə dalaşır. Dedim, niyə? Hər gün deyir, gəzməyə gedirsən, belə eləyirsən, elə eləyirsən, nə bilim nə. Dedim, çıxmarıq da bayra. Yəni, qarışırsa sənin üçün çıxmayaq. Məsələn, məcbur evindən çıxartmıram ki, sən hər gün zəng eləyirsən ki, gəl harasa gedək, hər gün də gedirik. Mən neyiniyim? Mən də oturmuşam Heydər Parkın yanında, fikirləşirəm. Nəsə fikirləşirəm. Bir də gördüm, bir dənə maşın gəldi, verdi mənim yanıma. Qır eləyə, çöndüm, baxdım, gördüm bunlar. Bunlar Heydər Parkında yanında çəkilib eləyirlər. Axı, dedim, gedin biraz o biri tərəfə, maşından saxlaya söhbət eləyir. Hə, susun, söhbət eləyir, sənin işin var. Mən oturdum bunların maşınına, oğlan mən belə elədi. Oturdum qabağa, qız da arxada. Hə, Zuzu, bilsən necədir? Mənim xasiyyətim tam başqadır. Mən istəmirəm, mənim sevgilim sən hansısa oğlanın yanına gedirsən. Mənim sevgilim sənlə gedir. Çöndüm, belə baxdım qıza. Oğlana, dedim, necə yəni? Hə, sən, mən gördüm də deyirsən, bir dənə oğlan var idi, ağ maşını var idi oğlanın. Getdin ondan salamlaşdığını elədin. Hə, bayırda deyir, gördüm. Sonra deyir, Dərnəgül tərəfdə bir kişi sənə öpücük göndərdi, onu da görmüşəm. Sonra deyir, icranın yanında oğlan sənə nömrə verdi, onu da görmüşəm. Elə bunları dedim, mən belə baxdım üzünə. Belə şoka düşdüm də, yəni ilk şoku mən orada yaşadım. Ondan sonra dostlarımdan cınırlıqlar gördüm yavaş-yavaş. Belə baxdım oğlanın üzünə, heç Allaha and olsun, heç nə də demədim də ona. Heç nə deyim mən ona? Heç nə demədim. Belə o maşından düşdüm, çıxdım. Mən o oğlana heç nə demədim. O qıza da zəng eləmədim. Nə o qızı axtardım, nə o qız barəsində danışdım. Mən bir ay özümə gəlmədim ki, deməli belə qızlar var ki, məni pozğun eləyib, özlərini tərbiyəli eləyib. Məqsədiniz nədir ki, güya? Məqsəd nə ola bilər ki? Mənim həyatda elədiklərimi gedib oğlanıva deməkdə məqsədin nə ola bilər ki? Özünü zəif bilirsən ki, sənin oğlanıva məndən xoşu gələr, məni gözdən salırsan. Sənin oğlanıva meşəlikdə bir o qala bilmər, mən ona tamah salmaram, axı o mənim heç zövqümdə deyil. Sən pula görə onunla oturub durmuşsan, o mənim zövqümdə deyil. Sən onu şantaj eləyə oturmuşsan, evli oğlandır. Ay arvadıva deyərəm, filan şeyvə deyərəm. Mən onu heç saymaram axı, neyinirəm mən onu? Danışmağa çox şey var. Sənin Leyva evdə telefonun var idi, 10 dənə gədə ilə danışırdın. Yəni, belə şeylər çoxdur. Mən amma sustum. Belə oturdum, belə sustum. Ki, demək ki, mən ehtiyatımı saxlamalıyam belə insanlardan. Bu nömrəyə yazın.
Burada məlumat verilmir. Bu nömrəyə yaz. Belə. Başa düşdüm ki, bu dostluqlar belə olurmuş da, yəni. Əsl dostluğu bacaran qadınlar çox azdır. Qadınlar özlərinə güvənmirlər və dostlarını sevgililərin yanında alçaldırlar ki, birdən o oğlan o qızdan xoşu gəlir. Yəni budur. Dostluq çox azdır. Mən hər cür qız görmüşəm. Mənim yanımda qız olub ki, deyir ki, az kül onun başına, mən onun uşaqlarına bazarlıq eləyirdim, onun gözündən gəz, az acından ölürdü, uşaqları gəbərirdi. Bir gün uşağı bizə gəldi, uşağımın əlindən cipsini aldı, belə baxdım, dedim, sənə qurban. İnansan, həmən qızla yenə dostluq eləyir. Mən onları it kimi qapıma bağlamaram. O qız kimdir mənim haqqımda deyə ki, mənim uşağım onun uşağının cipsini yiyib. Sən kimsən? Sən kimsən az? Sən kimi qızların telefon qoyurlar, yiyib içməyə gedirlər, zalog telefon qoyurlar. Biz həmən qızların şotunu bağlamışam. Mən elə özümdən danışam. Həmən qızların şotlarını bağlamışam. Sən kimsən məndən danışasan? O povodu mən ellərinə vermərəm axı. Ürəyim partlayar. Dəli olaram mən. Falan kəsin benzinini mən vurmuşam. O ne olsun, o maşın olub, mənim olmuyor. Onun benzinini mən vurmuşam. Belə baxsın dizən azı. Sənə qurban olum, ay Allah. Ona görə bunlarla uzaqdan uzağa. Küçədən küçəyə. Belə. Ancaq belə. Dost yoxdur. Dost sizin anamız. Sizin yaxşılığınızı istəyir. Dosta yoxum. Oğlanlara dost atalarıdır. Qızlara dost analarıdır. Mən bu telefonu alıram. Deyəm, mamam zəhvur. Gözdə mamam zəhvurur. Deyanam bir dənə. Ev. Hə? Nə? Mən evin qapısını bağlamışam. Diyan. Adboy ver də, diyan açıram. Adboy ver. Evin qapısını bağlamışam mən. Oy Allah. Mən nə bilim, sən ki, bağlamamışam, baxayım ama. Siz bağlamışsınız, mən yazıq. Mənim atam elə pullu oğlan olub ki. Nə olsun? Mənim atam mənim ad günümə bütün meyxanaçıları çağırırdı, elə birdən kişi toyuydu. Nə olsun? Atamı elə günlərə qoydular ki. Vallahi. Mənim atam öləndə bir dənə əynində paltarı var idi. Heç nə yox idi. Dalında pulu yox idi ki, qəbrini düzəltdirək. Mən düzəltdirdim onun qəbrini. Min halal xoş olsun. Dostum olsun yoxdur. Heç kimin yaxşılığını istəmir. Hamı istəyir ki, hamını pis günə qoysun. Pis günlərə qoysunlar bir-birlərini. Paxıldılar. Heç kimin qabağa getməyini istəmir. Hamı istəyir ki, sən pis günlərə qalasan. Bir dənə iPhone 17 alırsan, qaçıb gedib alırlar. Maşın görürsən, almışsan, gedib maşın alır, kreditini ödəyə bilmir. Cındır kimi kreditini ödəyə bilmirsən, kimin acığına maşın alırsan ki. Tüfürüm o maşına ki, mən uşağımın boğazından kəsib kredit verirəm. Kimin acığına maşın alırsan ki, o krediti də ödəyə bilmirsən. Oğlan axtarırsan ki, gündə biri kredit ödəsin. Nə var, 2 dənə padrunqan var, onun acığına ki, mənim də maşınım var. Sən heç kalitəsizsən axı, sən o döyürsən axı sən. Qalırlar küçələrdə kiraya maşın alırlar özlərinə. Kimin acığına? Dost tanışın acığına. Niyə alırsan ki? İnsanın birinci evi olar. Sonra maşını olar. İndi deyirsiniz mənə ki, və sən də qalmışsan da küçələrdə.
İnşallah hər şey qaydasına düşəcək. Mənim işim maşınla gedir. Mən çatdırılmada işləyirəm. Belə də ki, mən hər şeyimin yaşayışını qurmuşam. Min şükür Allahıma. Hər şeyimin yaşayışını qurmuşam. Mən uşaqlarımı küçədə qoyan qız deyiləm. Həyatı boyda onları qoymaram. Mən bugünkü günü bilsəm ki, o 15 minlik maşınımı satıb bir dənə qəşəng ürəyim istəyən evi alacam, bu dəqiqə mən sataram. Dünənəcə 119-da Boltda gəzirdim də, göy kim, nəyim olub ki mənim? Amma mən heç vaxt kirayədə qalıb 30 minlik maşın sürmərəm, 40 minlik maşın sürmərəm. Özümə sığışdırmaram, mənim uşağım qapılarda, küçələrdə qalır. Onu özümə yaraşdırmıram mən. Kirayə qalmaq ayıb deyil, amma maşını belə tilpaş sürüb kirayədə qalmaq ayıbdır. Ki, sən uşağı qapılarda böyümək yaxşı bir şey deyil də, yəni. Ondan bundan söz götürə-götürə evin yiyəsi gəlir ki, aboya baxım görüm, aboy yerində deyil, şkaf yerində deyil. Mənim uşağım niyə o şeylər yaşamalıdır ki? Vacib deyil, mən 30 minlik maşın sürürəm. Belə ağılsız tilpaş qızlar çoxdur da. Nə var o 3-4 dənə adamın içinə çıxanda tilpaşlıq eləyirlər. Sənə baxırlar, gedib qızıl alırlar, qızıl görmüşdülər. Baxır sənə, qaçır gedir qızıl alır ki, sənin qızılın var, bunun da olsun. Saçını saraldırsan, gedir saraldır, qaraldırsan, qaraldır. 17 alırsan, qaçır 17 alır, kreditini də ödəyə bilmir, anası ölmüş. 2 gün xəttini bağlayırlar ki, kredit ödənməyib. Hamısı bir-birinin acığına da bildin, prinsip aparırlar bir-birlərini. Ona görə qəşəng geyinin, keçinin, hamı ilə də belə. Buravıza qırış düşəndə bunu gelinlə düzətmək olur. Buravıza yara düşəndə onu düzətmək olmur. Adam başı gedir. Ona görə yalandan gelin elə. Yala verin alara. Elə belə. Bekarçılıq olanda sən gelin, vaxtımızı öldürün. Qutardı, getdim. Az kontrola bilmirlər. WhatsApp'dan ancaq adama yığırlar. Telefonların xətləri bağlıdır. 1 manat vururlar, bir həftəlik nömrələri açıq qalır. Nə var maşınları olsun, qaraçıların. O qədər elələr var. O qədər. Dolu daz. Az əvvəlki cındır vaxtlarım yadıma düşdü. Otururdum pijamada. Oy. Enerjim var idi. İndi o enerjim yoxdur. İnarsan o enerjim yoxdur. İstəyən telefonu yaxın tutum, körşəyəm, görürəm deyə. Valla, 1 manatlıq kontrol yükləyirlər ki, bir həftəlik şeylər açılsın xətlər. Tökür belə pul orada. Tilpaşlıqlarından qalmırlar, ay bacı, bir-birlərinin qəsdinə. Çoxdur. Ona görə öz stoykovuzu saxlayın, özünüz, öz əliniz, öz başınız. Mənim ətrafımdakı qızlar deyəndə ki, mənim koftamdan, deyirəm sənin koftandan yox ürəyim. Mənim koftamdan. Sən mənə canlıda, storydə baxırsan, screen eləyirsən, gedirsən butikə. Mən səni harada görürəm ki? Həftədə bir dəfə küçədə görürəm səni, siqnal verirəm, bir dəm başı çöndərib baxırsan, salam verim sənə. Sənin koftandan yox, mənim koftamdan. O sadəliyim zadım var idi, o vızqırtdı getdi. Yox da sadəlik satdıq nədir? Onlarla ancaq elə, iynə. Deyir, mənim şalvarımdan, mənim köynəyimdən. Deyirəm, mənim, sən baxıb alırsan. Sən necə yanır? Dəhşət. Elə lazımdır da, elə yaxşıdır. Əvvəllər elə deyildim, qəlb zad qırmaq xoşlanmırdım. İndi yox, indi qırıram. Belə qəlbi də qırıram, ayağını da keçirəm. Az onlardan danışma. Uşaqlar oynayırlar. Bugün məktəb yoxdur, axı onlar 5 günlüydülər. 6 günlük deyil ki, olan dərslərim. 5 gündür. Onlar balaca sinifdilər. Şimdi. Deyəm, indi günümüzə bax. 5 günlüydü dərs, uşaqlardakı dərsdədir. Dərsdədir, amma həyətdə. Fikrim sizdə deyil.
bu günləri qaynatamı görmüşəm yuxuda. Gələ gedim halva çaldırım onun üçün. Qaynatamı görmüşəm. Gedim ona gələk. Halva eləyim. 10 dəfəyə paylayım. Altı gün məktəb var ki, böyük Sivlə 6 günlük olmur. Ne bileyim ay yüreğim. Rəhimə 4'də oxuyur, Rahul da ki 2'də oxuyur da. Böyük sınıf deyirlər ki onlar. Peki 5-ci sınıfdan yuxarı olur 6 günlük, bilmirəm ki mən. Sizdə az paltar kəstirmişəm. Görüm paltar əynimədir yoxsa yox. Bir dənə Diyanım burada dərziyə paltar kəstirmişəm. Bir dənə geyinim baxım ona. Görüm uzunluğu yaxşıdır. Dayan. Kım qısa eləmişəm də. Etiketi üstündə də ay bacı eşik geyinməmişəm yazıq canım. Gözlüyüm bir dənə onu geyinim görüm nədir bu. Yaraşacaq mənə. Özü eşek boyda oldum yine, kökəlmişəm yine, iğneye camış oldum. Yine camış vaxtlarım başladı. Ay Allah, ay Allah. Əslində yemək yemirəm, Prosto, nə bilim. Olur da. Ay Allah. Az güzel ama. Ablacığım. Gösterdim. Kiş şeyler yazmayasınız. Gözde giyinim. Tamam. Sen ama kiş şeyler yazsak bak. Yedim size. Yedim size. Şimdi şeyi hanım. Kabuklu bir hanım. Doğru atılma o sana. Ha burada. Burada. Bak gör qəşəng deyil ay ablam. Yoxsa qəşəng deyil. Ama ciddidir ya mənə. Pisdirsə deyən görüm. Şeyim anı. Aç ki. Deyən baxım özümdə. Deyən bir özüm açıq inəyim. Hə, yaxşıyam elə bir. Bax. Gör qəşəkdir. Deyən yorumları bağlayayım. Sən Allah qəşəng baxaq. Yorumlar. Qəşəng bax sonra de. Hə, vəsə. Bax gör qəşəkdir. Bu uzun idi. Kəstirdim bunu. Buradan kurjavası da var belə. Hə, baxdınız bir yaxşı baxın. Demə də baxım. Hə, deyən. Bekleyin, açıram yorumları. Ağzınıza gələn başlayın yazmağa. Yazıda küçədə qalmış, bundan hara geyinir. Qəşəkdir, kəstirmişəm. Hara geyinəz? Hə, qəşəkdir bəsdir. İndi bunu hara geyinim? Hə, bunu hara geyinim indi? Aldım da, hə, nə qaracam mən bunu? Qəşəkdir, super muperdir. Mən bunu hara geyinim? Bu deyəsən belə olur yaz. Mən də belə şey geyinə bilmirəm, amma belə qəşəkdir. La 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 la. Hə, indi görək də bunu hara geyinək, görək. Mənim paltarımda ki, sən başla cinsiyyəti dəyişdirmişsən ya. Nasıl ölürəm də özü üçün. Rahula bax, toxluyama, dərsləri qalıb burada. Deyən burada, deyanım, baxın mənə.
Bir tane video çekerim indi. Azar. İndi yiyeceksen bunu içi almışsan az 35 manata 45 manata ben ne bileyim. Pahalı şey değil. Bütün butiklerde satırlar az bundan. 3 ay bundan qabaq her yerde var idi. Pahalı şey değil. Ad günü, az ben demirəm ad gününə tövbə eləmişəm, babasına bax. Ad günü var, ad gününə getmirəm. Mən ad gününə tövbə eləmişəm, getmirəm. Ad günü zadına deyil. Neyinirəm? Sevgilimlə harasa yemək zada gedəndə geyinə bilərəm. Mən nə var, mən belə geyinirəm. Mən toy paltarında gedirəm, oğlanla görüşə. Elə görəndə bil ki, oğlanla görüşə getmişəm. Toy paltarlarında. Bacım toy paltarları giyinir, gedir. Asiyan anama görsədim, biraz anamın nervlərlə oynayaq. Sən mən toy paltarlarında gedirəm bayra. Sən məndən xəbərin yoxdur. Asiyan anamı biraz kənd nervin eləyək. Mama! Ayma! Ayma! Dərsə gecəyir. Necəyəm? Mən bilmirəm sən necəsən, deyən atası ilə danışıram. Necəsən, necə olacaqsın, nə gündəsən? Niyə elə deyirsən bana? Az səni də vurub öldürüb, qeyib pürmə yatıracaq. Asiyə gedi mənim başıma az xəribə nə deyirsən? Bu nə də az, bu nə də az. Get. Hə, axşam geyinərəm, yaxşı. Özün bilərsən. Geyin. Elə belə düşürəcəm indi heyətə. Özün bilərsən. Belədir. Nədir odur? Nədir odur? Nədir odur? Vso. Gördün? Gördün? Yo, gördünüz sən Allah. Gördünüz məni necə hirsləndirir. Yaxşı. Görsünüz məni nə tərəsəb. Bu arvad nə qədər. Uşaqlar sizlə məsləhətləşmək istəyirəm bir dənə. Gözlə bir dənə. Uy başım fırlanır. Uşaqlar, az nə toy zatları, başı qarab deyil, belə giyinib düşəcəm. Bir dəfə mənə demədi ki, nə gözəlsən. Nə gözəlsən, demədi. Bir dəfə mənə demədi ki, nə gözəlsən. Mənim gözəl qızım. Bir dəfə demədi ki, mama qurban, necə gözəlsən. Həmişə deyir ki, cındır bir dinləsin. Mən hara gedim ay Allah? Niyə mən rayonunuza da getmədim? Mən niyə rayona çıxıb getmədim ki bu həftədə? Bu həftədə cındırlığıma saldım, getmədim bunun sifətindən. Yalansa üzvə nəhlət mən qoca görsənəm. Mən belə qoca görsənəm. Mənə yazırlar ki, sən belə qoca görsənsən. Mən belə qoca görsənsənəmsə belə eləyim. Belə eləyəndə laf gözəl görsən. Laf qəşəng. Ay kuleyli. Kızın şirin dilleri kuleyli. Az güzeldi bilirəm güzel. Yani elimi soydum çırçındırımı giydim. Arabada deyirəm necəyəm belə eləyir. Az anam başladı. Anam gəlib gedib içəri qışqıracaq. Anamın əlindən neyim ayağım. Ben necə hərəkət edim ayağım. Ben hansı oğlana gedim. Oğlana necə başlayam ki məni al. Necə özümə deyim, ay Allah, mən necə oğlanı yapışım deyim ki, mənə bir aylıq ala bilərsən bu yayda. Elə bir mənə alsın, iyunun 10'u məktəb qutarır. O vaxt alsın, sentyabrın 10'u boşanar.
2 aylıq mənə alsa 2 ay yarım. Heç dərdim olmaz. Bir dənə bazarlığımı eləsin, özünə getsin, qalsın, alsın git. 2 aylıq ailə qurmaq istəyirəm. Beylər bu nömrəyə zəng eləsinlər. Amma öz analarının evində qalmaq şərti ilə. Ay bacı, yoruldum, yoruldum, tükəndim. Tükənmişəm. Ay bacı, anamla uşaqlar yola getmir. Mənə yol göstərdin, mən neyiniyim? Mən necə eləyim? Raul dünənləri gedib qohumumuz gilə, bütün orada gülləri, çiçəkləri dərib qoyub ora. Sonra məhəllədə limon ağacı olub, bir dənə limon sallanır o boyda ağacdan. O limonu götürüblər oradan. Sonra anam dünənlə Valeriyanla oturub həyətdə. Az mən neyiniyim, necə eləyim? Raulu istədim gəlim basım döyüm, döymədim. Yatmışdı. Oğlan uşağıdır da, dəcəldim. Mən gedim dərdimi kimə deyim, ay bacı. Nə olar, mənə yol göstərdin, qurban olum. Sizin də belə psixoloji durumlu oğlunuz varsa mənə yol göstərdin. Mən niyə bilərəm, misal üçün? Qurban olum, xahiş edirəm sizdən. Mən o şey bilmirəm, mən neyiniyim? Mənə bir də yol göstərə bilərsiniz. Necə eləyim? Bunlar yola getmirlər. Nənə oradan qışqırır, nəvələri bu yandan. Mən neyiniyim? Anam konsert verir. Atasını indi yığıb. Atası da mənim sənə nələr yazıb. Atası yazıb ki, sənin atan deyir, səni pultu başında sındırırdı deyir. Mənim uşağımı deyir, döyüb dələyəmişsən. Deyir, atan o qədər saçından tutub divara deyir, vururdu deyir, sürüyürdü səni. Hə, sən də deyir, atan kimi uşağı deyir, döymək istəyirsən, neynəmək istəyirsən. Baxıram düz deyirdim, mən neyniyim? Bax. Deyir, skamyakadaydım dünənlə. Gidiyor oturaq biraz anama qulaq asaq. Anam dünən skamyakada uzanmışdı. Gidiyor, kürəkəni danışır. Yəni də keçmiş kürəkəni. Heç kim baxmayacaq. O uşaq heç kim baxmayacaq ona. Heç kim baxmayacaq ona. Heç kim baxmayacaq ona. Dedim də. Nə olacaq? Mənim gülüm nə olacaq? Xəstə uşaqdır da. Çatmır başı. Quranın adı haqqı. Məni gecə idi. Dedim, ay Allah, yatım. Səhər duraram, iş görərəm. Məni gecə ilə nervinli ki, getdim skameykaya. Kabində dərman verdi. Üstümə su çilədilər. Uzandım skameykada. Oldum qıpqırmızı. Dedim, indi öləcəyəm. Dedilər, nə olub sənə? Dedim, evdə dedim, nəfəsim çatmır. Dedilər, yox, bu nəfəs söz, biz bilirik. Sən o evdə nələr çəkirsən? Sən orada nələr çəkir? Bu keçi göt. Zeynəb, keçi göt. Azı paltarının yarısı var, yarısı yoxdur. Az bəsdir də. Az bəsdir. Uşağıma yiyəli gəlir. Uşaq nəfəs ala bilmir səhərəcə. O qız titriyir gecə. Biri deyir, radyatoru yandır, biri deyir, radyatoru söndür. Gədə nəfəs ala bilmir. Sənin yanına gəlir, cidoya aparam oraya. Cidodan qabaq o qaçmalıdır ki, arıqlasın. O birazdan bir nömrə lifçik yiyəcək əqidinə. Kim bu uşağa baxmalıdır? Ancaq yedizdirməlidir. Mən onu yedizdirməliyim. İmmuniteti zəifdir. İmmuniteti. Boş adamsız da. Zeynəb də boşdur, sən də boşsan. Birinci bu uşaq qaçmalıdır. Gündə yarım saat, sonra 1 saat yarım. Bu nəfəs ala bilmir məndən bətər. Qarnı baxar, nəfəs ala bilmir. Bu nataraz uşaq deyil. Başım əsir, ayağım əsir, əlim əsir, ayağım əsir. Deyir, sən nervin eləyir məni. Axşamazan deyirəm ki, ay Allah, özümə gəlim bir işi görüm. Görə bilmirəm axı. Gecə də, o vaxt anası da eləydi də, triyapqa. Anası da eləydi də, ana indi də elədi də. Ana deyir, mənim sözümə baxır.
Mənim sözümə baxır be ya. Baxmır mənim sözümə. Bir dənə avara oğlum olaydı onun yerinə. Gündə o mad verərdim ona, oturardı dedi. La bir günü mad verərdim ona. Oturardı, gedib taksimatlı. Bilmirsən bu taksidir, Uber şoförüdür, botdur, nədir. Səhər açılır, axşamacan bu. Paylaşmadıyam. Şeydiyəm, paylayıram. Nə paylayırsan, çay paylayır. Çatdırılmadıyam. Nə çatdırırsan? Az bir Uber'e aparsın da, bəsdir də. Bir dənə o qalıb ki ya, oturacağımı da, silinlikimi da çıxardım, 12 az qoymaz üstünə. Yığılıb başı məsir, əli məsir, ayağı məsir, ağzında dili məsir. Əllərim uzun, gücüm yoxdur. Bunlar adam yiyirlər bunlar, bunlar apaçidirlər. Yox, mən harada qalım yerimdə, mən daha ölürəm də, mən balnis salıram. Vuracaq məni infaq, bunların kül başlarına, bu qızın kül başına, mən öləndən sonra mənim yerim görsənəcək. Kül bunun başına, az nə paylayırsan, çay, az Uber aparsın, çay, ölür. Yani ala yarımçıq paltar giyinib verir, bu necə, az bu necə olacaq? Ay, əllərindən, eşək boyda qızda 10 ildir mən baxıram da uşaqlarına. 10 ildir mən baxıram. Mən neyniyim? Mən kimə verim onu? Bu dəqiqə hamısı təcavüz edir. Uşaqlara təcavüz edir kişilər də. Oğlanlar da qızlar da. Mən bunları kimə umuduna qoyum? Hansı yankaya verim? Yankaya verim oğlu, qızı, arvadı, əri, nəsli, nəcabəti, postun uşağı. Mən üfləyə böyüdürəm. Az apar parka. Misir parkaya gedər, parkaya. Apar deyir, krasovka əlivə, abırra həyalı qoy uşağın qaçsın. Az uşağı yeriyə bilmir. Uşağı, bir şeydir uşağı yeriyə bilmir. Deyirəm, ay qız, bir elini belə. Mağazadayım. Az haradasan? İndi şey alıram. Mən aldım, ne olsun? O ayaqqabıda. Mağazadayım, 20 manat o ayaqqabıdan olur. Nə deyirlər ona? O ayaqqabıda adı ya ortopedik aysa 20 manat. Arvadı qızışdırmayın. Yox, yaxşıdır, mən açdım interneti, gördüm ortopedik ayaqqabılar satılır. İndi aldım o üçün 350 manata. Həkim top verib. Bu ancaq TikTok açsın. Top verib, uşağına top verib ki topla. Bu da getdi üst tökəlindən aşağıdadır. Ged otur skameykada. Oğlum o topla itibar eləsin. O topu neyindirəm? Yatan yerdə dəqiqədə topu vurur mənə, oyanıram. Topu vurur mənə, oyanıram. Mənə lazımdır, o top ayağı içindir. Mənə dayı nələr deyir? Bu vaxta qədər. Lüğətdə yoxdur o sözlər. Mən nətər eləyim? Kimə gedim deyim? Necə eləyim deyim? Şimdi gəlirik, bilmirəm deyəm. Şimdi gəlirik, liftiyik. Belə eləyirik, alçanın böyülüyünə bax. Liftdə bir də alçan düşür. Deyirəm, götürürük. 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 Gündə mən bazardayam. Götürürük o alçanı. O alçanı götürürük. Ama maraqlanmır. Hele bir de onu bilir. Rabiş, ikisi de say. Rabiş. Özü belə eləyir ha. Görürəm ki, gedir. Mən də istəyirəm çıxım gedim. Belə evdə ikisi qalacaq get. Ay, afris, qız uzay xəstəlik tapıb. Rəhimə xəstədir. Bəs Rəhiməni hara göstərik, hansı həkimə göstərik? Rəhimə Raulun əlinə qıc olur. Qıc olmadı, uzay qıc olur o uşaq. Gecə yatmışdı. 2 dəfə gəldim ki, onu götürüb, əlim tutmur da, sınıb əllərim, əlimin gücü yoxdur. Götürüb atım bir balkondan düşdü. Cəhənnəmə. O öldü, bir it öldü. Vallahi yorulmuşam. Nə qədər olar? Ana əyin bilmir, baş bilmir, ağappaq yuram, qar kimi. Qara şalvar da Raulun ah köynəyini atırıyor. Nə qədər bu uşaq üçün köynəyi alım mən, qar kimi. Adım var, səni tanıyırlar, işləsinlər sənin ad var.
Mən özümə görə eləmirəm. Hə, deyirəm, sizin evinizdən gələndə onlardan küp ki, pox gətir. Məktəbdən deyirlər ki, o pox gətir. Uşağa bir elmə geçsiz. Uşaq adə, gündə 10 dənə poxlu turşu yuram, bu uşağın əli götürə çatmır. Bir baxmır, mən altında sürün gedib oturum da bir dəniz qırağında. Bir yürüyüş eləyim, mən də yazıqam da. Mənə düşüm, 32 yaşında eşeği mən saxlayıram. Hə? Səhər durur ha kişinin oğlu, səhər durur. Yox deyə, qoyur qaynamağa. Bilmirəm, yatan yerdən bunu güdüm, oyaq yerdən bunu güdüm. Mən bilmirəm kimi güdüm. Mən cipələsəm, mən neyəm, mən ölürəm, vallahi mən ölürəm. Allah Samilərə başını batırmasın. O gün deyirəm ona ki, götürməyəcəksən bir aylıq nə deyirlər ona, opuska. Yox! Lazımdır sənə. Opuskadan sonra apar. Sən də sən də az, nə olar da. O nədir? 15 gün saxla, nə olar da. Ölürəm də dayı. Öz-özümə danışıram, Qurana öz-özümə danışıram. Öz-özümə danışıram, uca başım çatmır. 7 dənə bedirədə adam s***lar, sən bu yaşında uşaq nə bilir analiz? Özdə evdə dör belə qan verəcəksən, qan verəcəksən. Mən demədim, Rəhimə deyib. Sən evdə Rəhimə deyib. Hə, sən evdə dörsən, sən bilsən ki, sənin uşağın xəstədir, anormaldır. Kim baxacaq? Mən necə sakit edeyim onu? Hə? Az Rəhimə qızışdırmışdı da. Xalatda xansan. Xan zad eləyib xan olub bu. Vurdu baş vurdu, yıxıldı yerə. Hə, kəllə vurdu. İndi odur. Az bəsdir də. Az öldürəcəksən məni. 3-4 il ömrüm qalıb da. Gərək aparıb bacımın yanında bastırasan məni. O qədər mənim düşmənlərim var ki, daha bəsdir də. Gedim dərdimi kimə deyim. Allaha and olsun, daşa danışsam, daş eləyər. Sən də özlüklərdən sonra ayaqqabılarına da sıçıb. Çorablar pox. Qardaş. Poxu, süzə də sıçıb. O gün analizə gedəndə bankanın yerinə hər yerə sıçıb pox eləyib. Onu danışır. Analiz bankası vermişəm ona ki, qaqaş elə analiz verməliyim məktəbə. Vermə, hər yerə qaqaş eləyib. Götürmə.
Hə, bunlar qalır götündə. Qoyuram, birinə daraq qoyuram. Nə bilim, vedrələrdir də dolu balkonda. Adə, o vedrələri də götürüb. Bu şişə nəyə qoyacaqsa, ana bir dənə onu bilir, otursun. Qurban olum sənə. Hamı hamıya təcavüz eləyir. Hara qoyum onu, neyniyim onu. Bir şey ki, qızı olar. Sürüb gedərəm, onda ağanın içində nəsə olar, evim yıxılar, gecə gün. Və mən bunları necə bəsləmişəm, 10 ildir baxıram da bunlara. Daha 11-ci ildir də, gücüm yoxdur, vallahi gücüm yoxdur. Bir şey ki, getmişəm bazara, güclə başımı bazarda saxlamışam, düşmüşəm, pul aparmamışam. Uje başım gedir, uje baş da gedir. Gecə gündüz meyvə alıram, Gədəyin gözü qalıb liftdə bir dənə alça düşüb. Deyir onu yiyeyim. Dedim götür ye. Götürüb əlinə bax, atamın anamın qəbri üçün. Alçanı silir ki, bassın ağzına. Səni bağırsağına mikrob düşsün. Mənim pulum var, şeyin verilişi də bağlandı. Nədir qızım? Zavrın, xoş qədəmin. Xoş qədəmin də bağlandı, zavrın da. Gedim mən eləyəcəyəm, pul dilənəcəyəm çünki mənim uşağımın bağırsağında mikrob var. Ay Zeynəbin ağzına mikrob düşsün, gözünə mikrob düşsün. Az bir düş də maşınından. Az bir düş də, ay o keçən səfər dedim avariya eləmə, maşınında yan. Maşın bağlansın, açılmasın. Yanmasında, ağlamayacağım. Özümə söz vermişəm, ağlamayacağım. Cavan qardaşım öldü, cavan bacım öldü, cavan bacım oğlu öldü. Heç qəbirlərin üstünə gedə bilmirəm. Ancaq 24 saat bunların qabağında işləyirəm. Zeynəb Əla Həzrətdir, Əla Həzrət. Knyagina. Səhər durur, çaynikdə su yoxdur. Çaynikdə su yoxdur, çayniki yandırır. Dibində bulanlıq deyə, o tüqəcə içəcək, doldurmayacaq. Eşidirəm. Zeynəbin ömründən kəssin, mənə calasın. Bunu dilən mənə. Amin. Bunu dilən mənə. Qurana and olsun. Bunu dilən mənə. Səhər durub, sözünü kesirəm. Müəllimə deyib ki, uşaqlara hamısını qaldırıb ayağa, uşaqlara deyib ki, siz Rəhimə kimi giyinin. Rəhimə kimi bant vurun, fikir ver ha. Mən yaşlı arva, liftə düşürəm, məni qonşular bir sənəcə qucaqlayır, öpür. Deyir, biz hər gün səhər səni gözləyirik, balkondan baxırıq, qonşular hamısı səndən danışır ki, bu xala özünə baxmır, bu nəvələrini necə gül kimi saxlayır. Mən evdən çıxanda Hacı Leylək durur yuxudan, güya da, güya. Sən aparsan? Yox, uşaq geciksin, saat yarımda səni gözləyək. Afilist. Gecə 2-dən 3-də, bəsdir də, gecə 2-də 3-də çatdırılma edirsən. Yorulmadım, bu başım gecəllənmədi. Sənə rak tutdu ki bu başında. Sən rak olasan.
Səni xərçəng olasa səni şuaya yaparım. Daha mən nə deyim? Qızın başını lent fırqına, sumkasını, ayaqqabılarını ki, silə-silə ayaqqabının rəngi gedib. Deyirəm, baxma girəndə. Deyərlər, anası özünə belə baxmır. Yox, bundan olsa bir dənə rezin vuracaq, başına uşaq gedəcək. Güc. Mən də, adı bunlar poxlu götdülər hamısı. Rəhiməyə də uca qıc olma tutub. Bax, bacımın qəbrinə and olsun. Bacım balasının qəbrinə and olsun. Quraraq ki, Rəhimə qıc olur. O gün dişlərini güclə araladım. Qədərin əlindən. Deyir, gədiyə deyirəm, ged yat da, yuxum gəlir. Belə Rəhimə də gəlsin. Rəhimə Ged öl də, əlbəttə. O günləri bir uşağı qoyub. Adam gülməkdə. Allah ki, göz verin mənə da, deyəsən biraz şəkərəm, gözlərim də biraz torlanır. Qəbul eləmək istəmirəm xəstəliyimi də ki, yıxılaram. Yox, bilmirəm neyniyim. Gəldilər. Partizanlar. Nənə, gəl o gedək də. Eləmə, evdə toplamam. Gəlirəm, ged. Düz sapmamısan. Sağ. Ay mama. Ay canım. Üç topatır, əmiyə deyir, əmi deyir, vermirəm da. Nə deyir, kimdir gələn? Əmi, vermirəm. Bilmirəm, küçədə qoruyun bunları, liftdə qoruyun bunları, komendantlar qoruyun. Yox, nə deyir ki? Deyir, vermirəm. Nəyə vermir? Bir dəfə vurdu, sonra deyir, ona deyir ki, vermirəm. Zarafatlaşır da sən. Həyətdə limon ağaçlar, limon Nənə futbol oynaya bilmir, ata. Gel. Limonu dəriblər, gətiriblər. Xaladenikdə limonlarını düşürür. Bu limonun da üstü o qədər qat bağlayıb ki, bir nüşdərirsiniz. Rabişka bura. Eləmə. Bax, o dəri gəldi, ancaq deyirəm eləmə. İstəmirəm, mən yemirəm. Gəl bura. Dünənlərdə getmişəm, qıcıq qatır almadan. Maşında qatır var. 5 manatımı ubrat eləyir, 5 manatı ubrat eləyir, indi özü gedmək istəyir. Birdən Rəhimə də düşdü. Bunlar meyvə dükanının qabağında oldular əlbəyaxa. O qədər əlbəyaxa oldular ki, yıxıblar bir-birlərini yerə. Mən də düşmürəm maşınla. Neyimə gələydi cəhənnəmə. Yoldan keçən ayırır bunları. İndi qaçıblar. Səs al. Səs al. Hansı biri girsin? Hindi alıb 5 manatlıq produkt tökməmsın köynəyinə, o liftiksiz arvaqlar kimi. Göydən tökür, yerdən gəlir o yerə. Nə qədər sənə başa salım? Nöş götürmüsən bənim? Kim atdı bir şey aldım. Gündə 10 manat bu qədər marojna yiyir. Anca marojna. Milyoner. Bir şey ki marojna deyil. O gün nəzakət dedi ki, gələndə mənə üçün marojna alarsınız. Dedim, yaxşı. 8 dənə, 10 dənə marojna aldım. Bunlar da maşında gidilər. İndi nəzakət dedi ki, hələ yemirəm marojnadı. Qoyuram marazilkıya. Gələndə bunlara kukuruz verdi. Açıb kukuruzu, töküb bu marojnaları içinə. Nəzakət deyir, heç mən yemədim ki marojna. Hara qoydunuz? Marazilkaya qoymuşdum. Gələndə onları da götürüb kukuruzun içine atıblar. Anası produkt gezdirtmir. Ana 32 yaşında produktu. Paltarlarını tursiklərinin arasına, paltarlarını, şortlarını produkt gizlədir. Bu da neçə nəfərik verir? Kim artıq? 5 manatlıq alacaktım ama doymadı. Adammış da dedin durdu.
Mışdan sonra ne var oldu? Mıştır. Mısır. Burada bu 4 tane partiya var bu evde. 4 partiya. Daşlar Sütun Partiyası. Özün sen sırtır. He 4 partiya var. Rəhimə yazıq. O bacımdır rəhmətlik. He olacaq yiyecək olmayacaq sakit elə baxır sənə oxşayıb. Gözü tox sənə oxşayıb. Bu birisi daşlar üstün anasının gözü doymur. O qədər lazımsız şeylər insan nerede paltar olar. Yığgina bir manatın üstüne qoygina. Mən öləndən sonra sən neyinəcəksən? Heç olmasa yarım dənə ev al gina. Bir dənə anam alıb, qoy bir dənə də həyət evi özüm alım. Yox, paltarı kim giysin? Yaraşdı, yaraşmadı. Bu bot şoförünə yaraşdı, yaraşmadı, ancaq giyinəcək. İnsan dəqiqə də saç qoyar özünə. Sənin başıma beynin rak olacaq. Mən evimi də satmayacağım raka görə. Mən sana param görürəm. Mənə bax. Mənə bunu qaytarıram. Yedim biraz qaytarıram. Özü bilərsən. Qaytırma Nə çok qədər qaytar. insan saçı olan. Ne qədər o gedir, küdü alır, toştururlar, vurur başlar. Tumattı. İnsan da o renkli saç kraskalarını başına koyar. İnsanın bir dəfə, biz görmüşük 3 ayda bir dəfə, 4 ayda bir dəfə. Mənim 4 dənə tursigim var, 2 dənə paltarım var. Yoğuram giyirəm. Buna kime desin ki bu Zuzunun anasıdır bu dilənçi? Deyərlər, səhv də anası deyil, analığı ola bilər. Bunun belə anası yoxdur. Ne olub az, nə xəbərdar? Uşaqlıqdan bəri səni dindirmişəm. Köpüyün üstünə qoy, verginəm mənə. Ver, mən yığım sənə çırpıl. Mən niyə verir? Dəli deyil, mən bu versin. Hambal var da. Su götürdü, teze su yoktu. Hamısı mənə deyir. Neyin ki, bax görürsən sən deyirsən anam olaydı. Neyin ki sən? Bazara gedirəm, yola gedirəm, trasta dayanıram ki, taksi gözləyim, ya maşınla gedim, ya taksi ilə gedim. Hamısı mənə deyir, ay bibi sən nə yaxşı insansan. Kaş sən kimi bizim anamız olaydı. Hamı deyir bunu mənə. Analarının daxsını Mən bu ne evdə budur. Evdə günün buruz qarın budur. Yox, valla məsələnmirəm deyil. Sən bilmişkə mənə deyirsən da tanıyırsan da məni. Bu lüstürü gədə. Lüstürü. Götürməm. Xurstalları Eləmə. Lüstürü. Qırpın. Yəni Pədir dağı da mənə belə baz zəlzələdir. Cəhənnəm olsun zəlzələ. Lüstür düşəcək Eləmə. təpəvə. Ay bax, olsun başında. zəlzələdir. Olsun şurup yoktu da başında. Yaxşı. Başlarını görmüşəm. Ölərəm ayağının altında da abi. Gel bura, eləmə. Sinif yoldaşlarını Mama qırpın. Mənə bax, yaxşı Allah tutar. bura. Yıxılarsın. Bugün bir yer var, aparmışam, pul verməliyəm. Deyirlər ki, mənə bunun 10 yaşı var, dedim heç ona keçməsin. Hələ 7-dir. Sən öyle elədim hadi. Allah'ıma and olsun. Elədim hadi. Bir qap. İnanmırlar, deyirlər 11-12 deyil. 11-12 deyil. Deyirlər ki böyüyəndə düzələcək. Cəhənnəmə heç böyüməyəsən. Deyirlər ki, böyüyəndə düzəlir. Yan sesli alın. Atası şey... Sən də sağ. Bu da kim şey? Göz kosa.
Ha yok. Göy koskocaman. Göz kosanın qocalığı. Ama sen çok. Hamı mənə deyir ki, gəl bizə bir səhər yeməyi. Bir gün apardım onu nəzakət günü, bir də gördüm nəzakət yıxılır. Ağzı Sən öyle. şələ, səssiz. Allah bundan elə oldu. Götür bunu apar buradan. Nazaket sanırsa sen sırt yaz. Hə, göz kosa. Göz kosa. Allah bunları. Hə, dəqiqədə. Mən böyüyəndə düzələcəyəm. Heç böyüməyəsən, elə bu boyda qalarsan. Sen de sırt. Böyüyəndə. Böyüyəndə də mənə başımı oynatırsan da, əgər qalsam. Qoyun da bir üçün yaşayayım da, nə olar? İstər üstünü yaşayayım. Anası da oturur başına. Bu büyük adamdır. Bu konferanslardadır. Bu TikTok'ta oturanda. Sen ne var? Yani ana pul kazanmasa bizi saklayabilmeyecek. Sen bir poka yaramırsan onsuz. Şimdi Sırtırmışlarla yarışırsan. At onunla danış. Atı da atı. Atonla danışırım. Atonla Atınla danışırım. danış. Anası kimi 10 dənə. Anasını elə bir ki, konferansa göndərib hökumət. Oturur TikTok'un qabağında. Yığmaq da olmur. Bilmirəm bunun neçə nömrəsi var. Hansına yığım bir dərdimi deyim, sərimi deyim. Qəbrim Deyəndə də gözünü yumur, ağzını açır. Atadır. Atondur, kimlər danışacaq? Atıdır gel. Gel ana yana. Atondur. Gel Hə. atı. Hamısını səhv deyir. Keçin. Biraz yukarı otur da gel yukarı otur. Rahat otur. Sənə qurban olub. Bir ay qalır məktəbə. Onu da Saçın sən. kim qoyar ki ya, bu gəlsin otursun evimizin yanında dərsdə. Yolda gəlmək hara? Səbirliyəm, səbirli. Yo. Ne giysinlər, gedirlərmi? Aparıram bazara. Heç olmasa aparırız yanındakı setkaları daşısın. Kulokları daşısın. Daşıyır. Hə, bir gücü var ki, daşıyır. Hə, daşısın, gəlsin, girsin, çimsin, yaxşı. Götürsün anlatı, aparsın yürüşə. Qaçsın, qaçsın, arıqlasın. Aparmayacaq. Götürüb özümü öldürəcəyəm. Yazacağım ki, mığın əlindən özümü öldürmüşəm anasına. Qoy anası tutulsun. Problem yok. Sen tutulana niye tutulur? Hə, uşaqlardan Geçsin nazaket tutulsun. Nazaket ana tutulsun. Özün tutulsun. Abi sağ ol, Danışma, başqa bak, adam olmaz. yaşayır evdə bəyə. Əlbəttə. Sen bilmiyorum sakit. Hə, görürsən, atasının sesini eşitmək olmur. Gərək atası danışanda qulağını atasının ağzına belə tutasan ki, nə danışır? Bu bilmirəm, getdi kim oxşadı. Hələ anasını oxşayıb da tərbiyəsizə. Anası elə bir podiumlara gedir. Bunu göndərir hökumət şeylərə, konferanslara. Bu konferanslardır, buna zəng eləmək olmaz. Hə, şər atır adama. Neyim, kimə qoyum? Yox, Amur çay satır, dodaq eləyir, qaş eləyir. Gülə getsin 20 manata bir də adam tutsun. Ancaq kimi tutsun. Buna baxarlar. Qorxuludur, heç kimə bunu umud eləyə bilmərəm. Gör, mən bu yaşımda bunu umud eləyə bilmirəm. Bunun mənə məhəbbətinə baxın. Bu gələcəksin ki, ay nənə, var Rəhimə ayaqqabılarımı cütləyir, qoyur, duran kimi qoyur, damaşliklərimi. Bu elə bir anası kimidir, insanları sevmir. Yalandan adamın üzünə gülür. Mən bilmir, bunlar çörək tapmayacaqlar, mən ölsəm. Xeyr olar. Pullarımı götürərik, çörək taparıq. Narahat olma. Deyərəm ki, pullar mənim adımadır. Götürərəm pulları xərcləyərəm.
Ne deyirsən? Nə deyirsən? Yo, yazıq. Allah rəhmət eylesin. Kim öldü? Nə vaxt öldü qonşular Ələsgər? Allah rəhmət. O niye Nə öldü? vaxt öldü? Ələsgər öldü. Babanın dostu. Aa, Evdə qalıb. Meyidi qalıb, heç kimi yox idi axı. Hə. Yazıq. Tanıyordu onu. hə. O mən yıxırdı. Atağını deyirdi. Mən də deyirəm ata yatıb. Baba apardı dostun yanına. Hədə rəbisi. Oturdular indi. Qoca kişidir. İndi evdən iyi gəldi. 3 günə öldən iyi gəlir vəbşi. Sən Allah. Hə, apardı, qastırdı. Görsən yaxşıdır Nəzuzu gətirir uşaqları sizə, yoxsa sən də elə tək qalarsan. Böyük uç kimi. Danışıqlı biraz. Danışıqlı bilgilər. Hə, yaxşıdır deyir, uşağı getirirəm. Yoxsa sən də ölərsən. Caman oğlandır, nöş ölür, bəlkə sən öldün ondan qabaq. Onun sözü, nə yaşı var onu? Hələ tayları heç evlənməyib. Gör danışığa baxa, Ələsgərin nəvəsi də var, nəticəsi də var. Nöş ölməlidir. Zat. Gör, deməli görsən, ada özü öləcək. Mən deyirəm də ona. Əlbəttə özü öləcək, ibinədir. Bəs də heç kim ölməsin. Bəs durunda sən öləcəksən birinci. Allah eləmə, söylədim. Am. Gecə mənbəsi, yəni ki, deyirəm, gecə mənbəsi yanında qorxur. Adam bunu ilə cılız uşaqlar oxuyur. Məktəbə gedəndə yazıq müəllim belə eləyib. Hə, yenə sən gəldi Ayralı, Dəcəl. Bunu vurdum, onu yıxdım, onu alqan elədim. Yalandan Sən yetim, sən yetim. Dərs, deyə, ana oturur, deyə. Göz kösə oturur başında. Zakaz verir ki, Raul düşsün. Şimdi Raul'u giydirmişəm poxlu götü. Düşür. Ona göre bunu alqan elədim, onu orada döktüm. Ne oldu? Hiç tərpənə bilmirsən, ne oldu hamısını döktün? Adı basır bağlayır, basır bağlayır. Uskırdı. Yopçular müsabiqəsi geçsə, birinci gelir Raul tutur. Sonra o günlər dəniz paltarlarını çıxartmışam. Anası 8 dənə plavka alıb keçən il ona, bu il heç biri olmur ona. Yani Ay gəlin giyinmişəm də hamısını. Ne olur be? bu oldu ona. Bu oldu 14 yaş. Ha, hindi də gedib gəlir. Gedib bazara. Gedib bazara. Bazara gedirik indi. Hə, Əla Həzrət cənabları ilə bazara gedirik. Sonra gəlsin o girsin çimsin. Çimsin. Yox da Allah Həzrət Evdə qalsa. Evdə. İşləmək dedim yatacaqdım. Niye? Birinci gün götürəm. Dalaşırsan da onunla. Gelin Qoyun gəlin, baxın. çimisinlər. Mən də istəyirəm bugün gelin biraz nəzakət girəzada, biraz Gələrik bizdə nəzakət gedim. çəkər. Gedim biraz apeydə Arka parkda gedərik. oturum, əbi yoxdur. Gedim gəlib, Eləmə. nə ütüləyə bilir paltar uşaqları üçün. Ah, yox, qara sərir, nə paltar görünür, nə bir şey ki, özü səhər Sən də bir poxo yaramırsan. Elə danışma. Eşitdiyi eşit. Qara paltar ver bir dəfə yumaq. İyi verir. Gəl də get ana şirmə verdiyinim gedin. Özün giyin. Hə. Bilmirəm, ben götürüm. Get köməklə niyə? Yıxılma yerə.
Gedim bazara bununla. Gəl sonra çiyim. Aparım səni bərbərə. Saçlarımı düzəltdim. Ama da belə qız kimi eləyir özünü qorxuram. Asbəs, zarafatlaşır. Niye öpürsən Layma? Bax, ağzıma gələn deyirsən bizi üçün. Bax, niye öpürsən? Gir qol. Alça da al. Yox, bazara mən gedirəm. Gəl. Gəl. Sonra da çıxıb gedirəm qonaq. Gəlim özüm də gedim çimim, eləyim. Çıxım gedim qonaq. Mən də insanam. Ürəyi boşaltdı o. Nə qədər zibil atmışam. Bankalar neynədir? Apardım atıram, neyniyəcəyəm? Gözdamaq verəcəyəm. Neyimə lazım? Yığışdıracağım qəşəng-qəşəng. Gedim biraz meyvə alım, gətirim gəlim meyvə istəyirəm. Ürəyim meyvə istəyir. Ay, gədə gəlirsən? Məktəb açan qutarır. İyunda, 15-i. Onu. Onun da Neynəmişsən ki? gözümün altına nə olur? Üç, qaşıdım da. Azıcık gözümün altına nə olur? Üç, Qapqara. Nə bileyim, yatmıram da. Xəstə belə bir ki, başına kimsə vurub. Az başıma niyə vururlar? Mən niyə döysünlər? İstirahət görmürsən axı. Hökumət deyindən neçə saat istirahət verir cəmaata. Gəl gedək. Getdim. Apiyə deyək ki, gedirik bazara. Gedirik bazara. Gəlirik. At onu. Kartımıza pul atıp gittim pazar bölümü. Deyəm görürüm. Tərqat et. Şurada yürüyüşçü kulağızı. Yorma. Koca alırsın, koca alırım da. Lan eline. Daha şurada ne diyeyim? Ne diyeyim ay bala. Anamdı da. Danışırdı. Az neyiniyim danışırdı. O hem şeyli olur. Görsən deyib bütün günü küçələrdə sən yatmırsan. İşləyirəm, qəfiyinə qədər verirəm onlara deyirlər pissən. Neyiniyim ay bacı? Anamdı. Deyim ki, anamın başı çatmır. Anam pisdir. Özümü biyabır eləyim. Danışır da. O hər şey elədi. O xəsiyyəti odur. Az eybi yox. Görsən kürəkəninin tərəfini saxlayır. Demək ki, problem məndədir. Mənim şükür Allaha niyə boşanmışam? Nə əziyyətlər, itin zülmünü çəkmişəm. Niyə boşanmışam? Yasaman məhkəməsində boşanmışam. Bütün sənədlərim də orada var. Mənim anam olsa həmişə elədi. Mən ona neyniyim? Durum anamı silim. O kürəkənini həmişə elə hörmət edir. Neyniyə bilərəm ki? Mən neyniyim? Nə deyə düz deyir? Eybi yox. Neyniyim mən ona? Durum dalaşım.
Az eybi yox, o qarğışı. Anan qarğışı tutmaz. Onun qarğışı mənə tutmur ki. Anamdır da. Eləyir də qarğışdır. Eybi yox. Nə olar ki? Anamdır da. Onun ağzı onsuz da nə vaxt dualı olub ki, o həmişə mənə qarğış eləyib. Boş şeydir. Yaşlı adamdır, özü onkoloji xəstədir, şəkər xəstəsidir. Yola getmirlər də, neyniyim, boşananda belə olur da, kim boşananda anası deyir ki, Allah uşağını saxlasın. Hamı övladını qəbul, nəvəsini qəbul edə bilmir ki. Problem onun atası ilə məndədir. Onun atası məni belə ortalıqda qoymasaydı, mən də bugünkü günə anamın evində olmazdı. Atası da ona ağız-bağız verir, utanmır. Ata da tırkalayır bunu. Neyini oturum, necə yorulmuşam xırdalıqlara getməkdən. Başa düşürsən. Ata utanmır, oturur qulaq asır da. Əslində mənim yoldaşım mənə aliment versin, yoldaşım mənə ev versin. Yəqin ki, mən anamın küncündə gəlib qalmaram ki. Pulum ucbatından səhər gedirəm, axşam gəlirəm. İt kimi küçələrdəyəm, küçə iti kimi. Uşağımı saxlayıram. Onun atasının xəbəri yoxdur ki, uşaqları nə yeyir. Görürsən, anam zəng eləyir, qulaq asır. Neyniyim indi? Başlayayım dalaşım. Götürüm telefonu, atasını yığım, söyüm. Neyniyim? Nətər eləyim? Söz deyim, mən də eləyim. Neyniyim? Atasına yığım, söyüm. Deyəcək, anon yığmışdı, danışırdı, mən də qulaq asırım. Düz deyir də, yəni günah mənim anamdadır. Mənim anam qaynanama yığır, oturur məndən danışır. Neyniyim mən, nətər? Anamla dalaşım, anamı sileyim, tüfürüm çıxım evdən. Mən bu dəqiqə tüfürüb gedərəm evdən. Mən tüfürsəm, getsəm, bayra çıxa bilməyəcəm utandığımdan. Mənə cəmaat mənə deməz ki, evin tək uşağısan, tək qalırsan kiraya. Olmur, başa düşmürsünüz adamı. Neyniyim? Atası, mənim anam deyir ki, məsələn, Zuzu bütün günü küçələrdədir. Zuzu bugünkü günü ne üçün küçələrdəyəm? Oğlanlarla əyləncə mərkəzlərində, istirahət mərkəzlərində deyiləm ki. Küçələrdəyəm, pul qazanıram da, bəs mən nətər eləyim? Aliment vermirsən, ev verməmsən, heç bir köməkliyin dəymir mənə. Zərrə qədər bir dənə bu şokolatı 10 ildə mənim qapımı döyüb verməyiblər. Baba, bu şokolat var, bunun kilosu nə qədərdir? Onu alıb verən olmayıb mənə. Nə olsun? Nətər eləyim mən, neyniyim? Danışır da. Danışır, mən də qulaq asıram. Kimin qızı boşananda anası deyir ki, yaxşıdır boşandın. Hamısı zəng eləyir, hamısından danışır. Bugünkü günü biz boşananda bizim o kişi dediyimiz oğlanlar bizim dalımızda dayansa, uşağının dalında dayansa, biz qapılarda heç kimdən söz götürmərik. Mənim bu üzüm o şeyləri öyrəşib. Sizə şey gələn, mən əsəbdən gülürəm. O şeylər sizə vau gələ bilər, mən sifətim öyrəşib o sözləri eşitməyə. Mən olsa bu telefonu da kreditlə, zülümlə alıb gətirib versəm, deyəcək ki, nə aldın ki? Neynədin ki? 3 ay yayı olar, necə lazımdır gəzirlər, nə olsun? Görsən, deyir, heç nə eləmirsən. Bunu eləyirsən, deyir, eləmirsən. Onu eləyirsən, deyir, hər həftə 6 bazar olar gəzməkdədir, nə olsun? Gündə restoranlardan yemək alınır bunlara, nə olsun? Görsən, yenə pissən, yenə pis evladsan. Mən neynəsəm də pis evladam. Bu sifətim bir sırtılı, bu öyrəşib. Mən eləsəm də eləyəm, eləməsəm də eləyəm. Nətər eləyim mən? Mən öz ayağımın üstü, mən onlardan, mən uşağımın atası gilindən ümumiyyətcə bir dənə şokolat görməyən adamam. Görməmişəm, yəni. Mənim elə günüm olmayıb ki, mən gecə belə yatım, görsəm mənə deyir ki, gözümün altı qapqaradır, mən yatmıram. Saat 2-də evə gəlirəm mən. 7-də dururam, uşağı elə günüm olur ki, onurğam ağrıyır. Müştəri evində saatlarla mən qaş işləyirəm. Belim ağrıyır. Çünki oturaq stolum yoxdur. Uzanır divanda, mən belim ağrıyır. Yorğunluqdan yatıram, anam aparır dərsə. Elə gün olur. O demək deyir ki, mən övladlarıma yəni pis baxıram. İnsandır da, mənə də kömək lazımdır. Əgər bugünkü günü 3 dəfə mənim anam dərsə aparırsa,
Bu neçə ayda mən aparıram da. Sırf mən uşaqları anamın üstünə atmamışam axı, bunu hamı bilir. Uşağın hazırlığıdır, məktəbidir, əyləncə mərkəzləridir, yeməkləridir, bazarlıqlarıdır. Mən onlara bazarlıq eləyəndə hər şeydən bir dənə almıram. Hər şeydən 3-3 alıram. Anam da xarab olur, yarısını götürür, atır. Bu mənim xasiyyətimdir. Mən bir şeydən bir dənə almıram. 3 dənə alıram. 3 dənə, 4 dənə alıram. Bu beləyəm. Əlim qıtlığa öyrəşmir. Ən yaxşı şeyləri onlara alıram. Hətta nə olsun? Nə olsun? Ömür boyu da elə pis də mən oldum, tərbiyəsiz də mən oldum, hər şeydə mən olmuşam. Belə işlər. Aliment almıram, ona görə ki, aliment verə bilmir. Verə bilməyəndə də ki, mən aliment üçün dirənəndə də sutkalığa gedir. Sutkalığa da gedəndə qızım, oğlum mənə nifrət eləməsin deyənə alimenti ləğv eləmişəm. Nə olsun, yenə pis övlad da mənəmdə. Görsən, bir dənə kürəkəninə söz deyirsən, məni qarğış eləyir, kürəkənini tutur, görsən. Amma yəni, düzgün hərəkət eləmir də, əslində düz eləmir. Amma indi ona başa salmaq olmur, xəstə adamdır o, yox evlənməyib. Mən ona başa salsam, o başa düşməyəcək, o mənim anamdır. Yəni, mən nətər eləyim? Olmur, başa düşsəm, mənim anamdır axı. Mənim anamdır, mən utanıram. Mənim elə günüm olub ki, o mənə elə əziyyət verib ki, mən blokda oturmuşam ki, mən evə qalxmayım. Hamı bilir ki, mənim doğmalarım bilir ki, mənim anam mənə zülm eləyir. Mən evdən çıxıb getsəm, mən biabır olaram, mən bayra çıxa bilmərəm. Mən utanıram kirayə qalmağa. Mən kirayə tək qalmağa utanıram, o sifətim yox. Mən cəmaatın içinə çıxa bilmərəm. Mən cəmaatın içinə necə çıxım deyim ki, mənim anamla yola getmirdim, getdim, ev tutdum, qaldım. Cəmaat mənə gülər, üzümə tüfürər, o şeylərdən utanım. Ona görə elə şeylər var ki, mən susuram və otururam yerimdə. Çünki elədiyim səhvlərdir, öz başınalığımdır ki, mən bugünkü günüm bunun əziyyətini çəkirəm. Uşaq doğmaq analıq deyil, hə, yaxşı. Yox, oğlum, mən kirayə tək qala bilmərəm, ayıbdır. Onu özümə sığışdırmıram. Anam da danışırdı. Xasiyyəti odur. Yox, qala bilmərəm axı. Yox, utanıram, mən qala bilmərəm. Yox. Məsəl üçün, qaynanamla anam mənim ailəmi dağıtdı da. Mənim yoldaşımı elə günə qoyurdular ki, bütün qapları vurub sındırırdı. Mənə elə günə qoyurdu. Mənə çox əziyyətlər verirdi o ikisinə görə. Nə olsun? Mənim anam indi qaynanama zəng eləyir. Pis kim oldu mən? Pis də mən oldum. Pis də yoldaşım oldu, mən oldum. Ailə kimin ailəsi dağıldı? Bizim ailəmiz dağıldı. 2 adama görə. Qaynanam girirdi evə, deyirdi bu ev mənimdir. Anam da deyirdi bazarlığı mən eləmişəm. Hər şeyi mən almışam, mən eləmişəm. İstərsəməz ailədə problemlər yaranırdı. Barışmaqdan keçməz, neynirəm az, bu qədər adamdan söz götürmüşəm, neynirəm o kişini ki, mən onu indi bağışlayayım, mən bu qədər əziyyət çəkəndən sonra o kişini neynirəm. Bugünkü günü bax, görsən, qaynanamla anam padruqadılar. Görsən, bizim ailəmizi nəyə dağıdırdınız ki, belə mehriban idisə, oturardıq da elə evimizdə. İmkan verərdiniz, böyüdərdik də uşaqlarımızı. İmkan vermədilər axı, qoymadılar axı. İmkan vermirdilər axı. Edik, çox sağ ol, ruzun bol olsun. Ona görə mənim bir dənə adını çəkmək istəmirəm. Bir dənə doğma adam var. O adam bunların belə nəsil olduqlarına görə evlənib arvadını belə bunlara göstərmir. İnanırsınız? Bax, bu bərəkətə and olsun, balalarımın canına and olsun. Oğlan evlənib, ailəsi ilə uzaq bir rayonda qalır və arvadını, uşağını heç kimə göstərmir. Ancaq arxa tərəfdən uşağın WhatsAppda statusda görürlər. Oğlana deyəndə ki, niyə arvadı, uşağı və bunlarla tanış eləmirsən? Deyir, yox, mən boşanmaq istəmirəm. Bütün nəslimiz deyir, boşanıb. Düz də deyir, gələ mən də ailə quranda oğlanı götürüb bu ölkədən gedərdim. Çünki bilirdim ki, mən boşanacam, mənim ailəm belə qalmayacaq, axı, ailə qalmır. Ona görə çıxdı, getdi. Oğlan elə bir ki, Bakıda qalır, ha. Prosto arvadının uşağını bunlarla görüşdürmür.
Nə anası ilə, nə atası ilə, nə qardaşı ilə. Özü gəlir, gedir qardaşı gilə. Uşaqları da gətirir. Amma qoymur bunlarla telefonla danışmağa arvadını. Arvadını qoymur ki, anası ilə telefonla danışmağa. Deyir ki, siz məni boşatdıracaqsınız. Çünki qardaşımı deyir, boşatdırmışsınız. Nəslimiz deyir, hamısı boşanıb, ikinci səfər evlənib. Mən deyir, arvadımı gətirsə boşanacam. Demək istəmirəm kimdir, yəni mənim öz qanımdandır. Qoymur. Arvadını bunlardan uzaq tutub, bir dənə uşağı gəlir, otururlar belə, arvadın da gözün qabağında görür ki, arvad oturub, uşaqlar oynadılar, götürür uşaqlarını gedir. Elə yaxşıdır bacı. Çünki oğlan bilir ki, ailə dağılıcıydı. Yəni bu yox, qaynımdır. Kim qaynımdır? Mənim qaynım, yox, mənim qaynım yoxdur. Hə, o oğlan məsələn ən ağıllısını o elədi, halal olsun ona. Halal olsun ona. O nə qədər insan gözəl bir, ağıllı, düşüncəli bir şeydir ki, görsən, ailəsini də götürüb, imkan vermir. Nə anası ilə danışsın, nə heç kimi ilə. Heç kimlə. Bilir ki, boşanacaq da. Bilir. Mənim qohumumdur. Hə, heç kimlə qoymur danışmağa. Olur, edik olur, qurban olum sənə, olur, başıma dönüm sənin. Mən öz əmim oğluna getmişəm. Mənim toyum günü, öz anamın nəsli getdi qaynanama elə şeylər danışdılar ki, mənim yoldaşım az qala hamısını döyə qovluya toydan. Sonra dedilər ki, biz elə sözlər danışmamışıq. Mənim evimə o qədər anamla qaynanam qırğın saldı ki, bizi boşatdırdılar. Biz bir yerdə böyüməmişik. Biz bir-birimizi toyda görmüşük. 5 yaşında bir-birimizi görmüşük. Ondan sonra görməmişik. Bir də görmüşük 2015-ci ildə. Bizim evimizə hər gün gələ-gələ, hər gün zəng gələ-gələ bizi boşatdırdılar, oturdurdular. Yəni olmaz, lazım deyil. Ailəvizin dağılmağını istəmirsinizsə, anavız problemlidirsə, ağzı, ondan bundan, onu, bunu buna bir-birinə qatırsa, götür arvadı, uşağı, ailən dağılmasın deyənə çıx git. Git başqa yerdə qal, anovun bazarlığını da elə, anon gilə gəl, git. Amma telefonla danış. Sən bilirsən ki, uşaqların yetim qalacaq. Bilirsiniz ki, ailəviz dağılacaq, yetim qalacaq. Anovuzun, atovuzun ipi ilə quyuya düşmək olmur. Xasiyyətləri xasiyyət deyil. Yəni evlənmişsiniz də yazıqsınız, uşaqlarınız yazıqdır axı. Çıxın gedin də, yəni başqa yerdə gedin qalın da. Bu yazıqdır axı, bu uşaqlar yazıqdır. Uşaqlar yazıqdır. Mənim uşaqlara yazığım gəlir yəni. Görsən ki, yəni mən o şeylərin qurbanı oldum da. Mən zəif oldum da. Mən çox zəif oldum. Mən bilmirdim də, yəni indiki ağlım olardı. Oy. Az mən çoxdan ərimiz adımı götürüb çıxıb getmişdim. Mən ər görsədərəm. Mən adam sayardım. Həyatı boyu. Uşaq da dünyaya tez gətirməzdim. Yoldaşımla bir yerdə işləyərdim. Özümə iş qurardım, ev qurardım. Həftədə bir dəfə anam gilə, qaynanam gilə gedərdim, gələrdim, zəng eləməzdim, danışmazdım. Evimə buraxmazdım. Yox. Lazım deyil. İstəmirəm. Bugünkü gündə belə əziyyətlər çəkməzdim. Öz elədiyim səhvlərdir də. Həftədə bir dəfə çoxdur, düz deyirsən. Evlənib, yox. Evlənməyib. Yox, mən barışa bilmərəm. Mən bu qədər söz eşitmişəm, bu qədər əziyyət çəkmişəm. Lazım deyil mənə. İstəmir, mən bağışlamağı bacarmıram. Yox, məndə bağışlamaq deyilən bir şey yoxdur. O yoxdur məndə. Bağışlamaq yoxdur məndə. Mən heç kimi bağışlamıram. Zəif insanları mən sevmirəm. Zəif insanla mən yola çıxa bilmərəm. Mən zəif insan deyiləm. Burası həyat məni düzəltdi. Mən ağıllı insanım, zəif deyiləm. Yox, heç vaxt alınmaz axı.
Hə, mənim ucbatımdan da, mənim səhvimin ucbatından. Neyniyim indi? Mən onlara elə gələcək eləyəcəm ki, onlar heç vaxt o yetimçiliklərini anlamayacaqlar. Həyatı boyu onu özümə bağışlamaram da, heç vaxt bağışlamaram. Mənim oğlum bu həyatda çətinlik çəksin və öz-özünə desin ki, mən bu həyatda yetim böyümüşəm. Mən onlar üçün hər şey eləyəcəm. Hər şey. Oğlum üçün də, qızım üçün də. Heç vaxt mənim qızım kiməsə baxıb deməyəcək ki, mənim kaş atam olardı, kaş ailəm olardı. O sözü heç vaxt işlətməyəcək də, yəni. O travmanı mən ona yaşatmaram. Yox, xəyanət olmayıb bizdə, yox. Yox, mən onları tamam fərqli. Özüm elədiyi səhvləri onlara qoymaram eləməyə. Özüm kimlərinsə sözləri ilə özümü məhv elədim, qoydum. Düşüncəsiz hərəkətlər elədim, insanlara inandım. Onları oxutdurmaqdır, onların dünya görüşüdür, necə deyim belə. Geyimləri, keçimləri, təhsilləri, dil öyrənmə, aliment verir. Yox, alimenti ləğv eləmişəm, alimenti neynirəm? Alimenti qızıma görə ləğv elədim. Alimenti ləğv eləmişəm. Hər şeyi ləğv eləmişəm, inarsan. Hər şey. Nə bilim, həyatda da yaşayırıq. Mənim səhvlərimdə də elədiyim səhvlərdir. Elədiyim səhvlər çoxdur. Eləmirsə eləmir də, neyniyə bilərəm ki? Yox, mənə heç kim kömək eləmir. Kömək nədir? Mənə heç kim deyə bilməz. Mənə anamdan başqa heç kim kömək eləməyib. Heç vaxt. Mənə heç vaxt heç kim kömək eləməyib. Həyatı boyu. Heç vaxt. Özüm. Ancaq özüm. Tək. Anam özüm. Bir də rəhmətli xalam. Rəhmətli xalam, anam, özüm. Üçümüzdən başqa bizə heç vaxt deyil. Yəni, mənə heç vaxt heç kimin köməyi dəyməyib. Hə, yox. Heç vaxt. Bu qışı mən xəstə oldum. Sümüklərimə qədər xəstələndim, üstünüzə sağlıq. Nə gün dəydim. İntresi qrip olmuşdum, sümüklərim göynüyürdü. Raul yanırdı qızdırma içində. Mən Raulla Rəhimənin nətər sistemi apardım. Bu divarları tuta-tuta, bu divarlardan tuta-tuta. Rəhimə qolumun sağında, Raul solumda. Raul da deyir ki, qaytarıram. Dedim, birdən qusar eləyər, taksi ilə getmədim. Qızdırmadan yanıram, sümüklərim yanır, uşaqlarım da qızdırmalı. Mən o banisaya uşaqları necə apardım? Özüm uşaqlardan qabaq uzandım titriyə-titriyə. Onlara sistem, müalicə gətirdim evə. Mənim elə bir arxamda adamım yoxdur ki, mənim uşağım xəstə olanda mənə bir döysün qapımı dərman gətirsin, mənim uşağımı aparsın həkimə. Mənim bir xəstə vaxtım olsun da, bir bazarlığa ehtiyacım olsun, bu telefonu götürüm kiməsə zəng vurum. Elə bir şey yoxdur. Elə bir insan yoxdur ki, mən o olsun da. Yoxdur elə adam. Nə olsun ki? Nə olsun ki, insan bəzən görürsən ki, sən pis ata olursan və sənə hörmət eləyirlər. Taksi ilə qusurdu axı. Cəmaatın taksisinə qusub eləyərdi. Deyirdim, amma qusuram. Onun dərdindən özüm maşını sürdüm, apardım ki, birdən qusar eləyər. Ayıbdır da. Hə, nə olsun? Görsən ki. Elə insanlar var ki, onlara qiymət eləmirlər, qiymət verilmir. Yaxşı insanlara qiymət vermirlər. Mən bunu bilsən nə vaxt bilmişəm.
Mən boşananda yas düşdü. Uşaqlarımı götürdüm, getdim. Anam dedi ki, gizlən stolun altında. Dayın səni görər. Dayıva deməyə boşanmısan. Birdən bilərlər ki, sən boşanmısan. Deməyə, dinə ərim taksi işləyir, axşam gələcək. Gizlən stolların altında yasdakı birdən bilərlər sən boşanmısan, deməyə. Bir dənə də o tərəfdən qohum var idi, gəlinin qohumlarından. Vış şımarka idi ya. Da Bakının yarısı o qızı tanıyır, vış şımarka. Bir dənə də evli kişi var, onunla oturur, durur. Həmən kişidən də bir dənə uşaq doğub. Bizim qohum deyil ha. O qız məclisə girəndə, o qız, o atası yaşında kişidən uşaq dünyaya gətirib. Onu yuxarı, məclisdə yuxarı başda oturturdular, inarsan. Filan kəs gəlir. Bildin? Bütün nəsli saxlayır ha o qız. Yəni öz nəsilləri, mənim nəslimi yox. Başa mən başa düşdüm ki, mən öz ayağımın üstündə qalmalıyam. Və ayağa durmalıyam. Mən çöküb ağladıqca, çöküb oturduqca bunlar məni sındırır. Həyat budur. Sən yaxşı pulun olmalıdır. Maşının, pulun, işin, gücün. Heç vaxt sınıb qıraqda oturma. Vallahi Quran'dan da sıfır şımarka deyil. Atası yaşında kişi ilə bir dənə uşaq dünyaya gətirib. Onu oturdurdular, yuxarıda belə oturdurdular. Qaçdılar qabağına, qucaqladılar onu. Xoş gəlmisən, can, yoldaşınanı. Atası yaşında kişi deyil, yoldaşı deyil. Heç kəbinə də yoxdur o uşağı, bic doğub. Başa düşdün, Range Rover'da zat da gəlmişdi. Nə olsun? Zaten hörməti var idi. Zaten məni stolun altında gizlədirdilər. Qanunlu şəkildə ərə getdim. Uşağın atası bilindi. Metrikada uşağın atalığı var. Kəbinim var, zaksım var. Dövlət qaydasında getdim, boşandım. Nə səbəbə boşanmışam, sənədli, sübutlu, hər şeyim də var. Nə olsun? Mən stolun altında gizlənirdim. Ki, mən boşanmışam. O atası yaşında kişidən bilinməyən uşağı doğub onu orada tutururdular. Qırrı qızıllı belə, dodaqları da bu boydana. Məndən də yaşca balacaydı. Nə olsun? Hamısı onun qabağına qaçdı it kimi. Öpdülər onu, qucaqladılar, salamlaşdılar. Hörmət elədilər ona. Qurban olarıq, sən uşaqlar var. Sənin uşağına qurban. Bilmədilər o uşağını neynəsinlər. Mənim uşaqlarım ortalıqda qalmışdı. Mən başa düşdüm ki, az mən pul qazanmalıyam. Mən ayaqda qalmalıyam. Bəli. Mən bugünkü günü qazanıram da şükür Allaha, ayaqdayam. Mənə qiymət verməsələr də mənim heç vecimə də deyil. Şükür Allaha, mən heç kimin ailəsini dağıtmamışam. Heç bir oğlan çıxıb deyə bilməz ki, Zuzu'nun kartına mən 10 manatı attım, Zuzu getdi 1 kilo şokolad aldı, uşağına yedizdirdi. Mənə lazım deyil, istəmirəm. Ehtiyacım var, amma istəmirəm. İstəmirəm. Və geyinirəm, keçinirəm, əcəb eləyirəm, mənim heç vecimə də deyir. Mən olsa tərbiyəli də giyinəndə stolun altında soxdular məni. Dedilər, boşanmışsan, stolun altında gizlən. Tərbiyəsiz də geyinirəm olsa məni istəmirlər. Bu fərqi nədir ki, bu? Mən üçün ona görə önəmli deyil insanların fikri. Və mən özüm üçün yaşayıram, öz balalarım üçün yaşayıram və heç kimi saymıram. Mən bir dənə atamın nəslini sayıram, onlara hörmət eləyirəm, onları çox istəyirəm və qalan bir dənə də xalam var. Bir xalam qızı var. Atnaşeni qurduğum, xalam qızı məndən yaşca böyüdür. Xəstədir, Allah ona şəfasını versin, Allah onun 2 gözəl balasını qorusun. Və bir dənə də şəhid anası xalam var. Başqa mən heç kimi görmək istəmirəm, heç kimi hiss eləmirəm, saymıram. Bir dənə də rəhmətə gedən xalam var. Başqa mən onları tanımıram, onlar ömür boyu mənə pis hərəkətlər elədilər də, mən bütün beynimi pozdular. İstəmirəm onları görmək. Atamın nəslinə ölənə qədər hörmət eləyirəm, onlar mənim canımdır, ürəyimdir. Onlar çox gözəl insandılar, çox özlərinə o qədər hörmət eləyən insandılar. O qədər özlərinə hörmət eləyirlər. Bir insan ki, sən sosial şəbəkədədirsən, sənin anava zəng eləyib, pis sözlər deyib qızışdırmırsa, deməli özünə hörmət eləyən insandır. Bugünkü günü. Bir dəfə mənim atamın nəslindən anama zəng gəlməyib ki, sən qızımı TikTok'da gördü ki, çox dik giymişdi.
Gör necə özlərini hörmət edirlər ki, öz həyatları öz əhliləri. Lipapıtı deyirlər də, bildin? Duşovka həyat yaşamırlar, özlərini hörmət edirlər. İnsan özünə hörmət eləyər də. Məndən sənə, səndən buna, bundan ona, ondan ona. Ona görə mən atamın nəslinə həmişə hörmət eləmişəm. Çünki mənim atam özünə də hörmət eləyən kişi olub. Heç vaxt heç kimin gəlininə, qızına, atasına, anasının dalıca danışmazdı. Mənim atamın yanında kimsə arvadından danışa bilərdi. İndikilər oturur arvadlarından kruqlarda danışırlar. Bacılarından kruqlarda danışırlar. Ona görə mənim atamın bibisi qızlarıdır, balalarıdır, əmilərimdir. Nə bilim, onların balalarıdır, atamın əmsi nəvələridir, bibisi uşaqlarıdır, balaxanda qalırlar. Özlərini hörmət eləyən kasıb təbəqədirlər, çox kasıb insandılar. Özlərini o qədər hörmət eləyirlər, o qədər geniş ürəkləri var. Arada məsəl üçün olur da, ünsiyyət yaradırıq, telefonda danışırıq. O balaca evlərinə adamı elə qonaq çağırırlar ki, bir tikə o kalpasaları da olsa onu bölürlər, o pomidor xiyar salatı eləyirlər ki, gəl bizim evimizə, qonaq gəl bizə. O qədər geniş ürəyə sahibdirlər. Ona görə mən onlara hörmət eləyirəm hamısına. Ərim uşaq idi da, indi oldu da. Ərimi boş vermişəm, mən onun uşaqlığına onu bağışladım. O da, o uşaqlığına bağışladım mən onu ki, boş verdim, getdim. Boş verdim. Keçdi, getdi. O mənim səhvim idi. Mən elədim. Onun səhvi deyil. Seçim mənim idi. Mən səhv seçim elədim. Siz Elmirə xanımı tanıyırsınız? Bəli, niyə tanımıram? Elmirə xanım mənim atamın qohumudur. Hansı Elmirə xanımı deyirsən? Əgər o Elmirə xanımdırsa, bəli. Mənim atamın qohumları Balaxanda çoxdur. İdmançılardan da var, rəhmətə gedənlərdən də var. Prosta adlarını səsləndirməyi istəmirəm. Çoxsu bəlkə məndən xoşu gəlmir, bəlkə məndən bəyənmir, bəlkə məndən utanır, deyir TikTokda oturur. Mən deyirəm, axı, onlar mənə heç vaxt problem yaratmayıblar, yəni qıraqdan mənə istəyirlər. Ərbi sevirsən, az dur vızqırda. Ay Allah, bir damcı bu cındır şeylərdən taxan kimi qulaqlarım püskünə qalır. Cındır şeylərdən taxan kimi. Uşaqlar, mən biraz canlını bağlayayım. Öz səsim öz başıma düşdü. Telefonla danışmalıyam. Baxsın. Biraz telefonla danışım mən. Canını açacağım birazdan. Bir yarım saat da canını açaram. Bugün evdəyəm. Görsən